Su. Su. Baş oğlu. Ne oldu be? Ne oldu bu be? Su. Su. Ne? Su. 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 Bu dakika butulka tapıp dolduraram. Baş oğlu iç. Niye içmirsən? Qaynanmışdı. Gel. Gel. Salam doktor. Doktor salam. Necəsiz? Həkim Facebook'dasınız? Adınız, soyadınız? Hətələm Pətələmov Qəlləm Qətrapotoğlu. Şikayətiniz nədir? Bilirsiniz həkim, mənim uşağım olmur. Aha. Bizdə nəsillicədir. Heç atamın da uşağı olmayıb. Atamın atasının da uşağı olmayıb. Hətta babamın da uşağı olmayıb. Bəs sən hardansan? Mən özüm Lerikdən. Gel. Gel. Salam reis. Aleyküm. Reis, başa düşürsünüz, mənim əlim itib. Təsəvvür edirsiniz, mənim əlim itib. Xahiş edirəm sizdən, mənim əlimi tapın. Xahiş edirəm, mənim əlimi tapın. Əlimsiz mən bir gündə dayana bilmərəm burada. Mənim əlimi tapın. O mənim həyat yoldaşımdır. Təsəvvür edirsiniz, mənim həyat yoldaşımdır. Əlimi tapın mənim üçün. Mən onsuz dayana bilmərəm reis. Reis. Ay reis. Xahiş edirəm, əlimi tapın mənim üçün. Mənim əlimi tapın, xahiş edirəm sizdən. Əlimi tapın mənim. Yaxşı, sakit ol. Əlin nə vaxt itir? 5 gün bundan qabaq. 5 gün. Bəs indi niyə gəlmirsən? Axı bugün onun maaş günüdür. Ay Piri, Allah mand olsun qabam. Nə qabalı, saxla. Mənə hara atırsa. Patronum düşüb onu axtarıram. Zalım oğul zalım, yaşlaşdıqca heyvana oxşuysan. Nə vardı, nə orada? Patronum düşüb onu axtarıram. Allah köməyin olsun, yoxsa qoşarlarla qoyub dağıtmışsın səni bu. Sən də gedə, o məsələ. Gəl görüm. Pirim. Deyirəm, gör nə gözəl yerlərdir. Ağzının dadını bilmirsən, bax, cənnətdir. Sən kimə deyirsən? Oturmuşdun evdə, yaxşıdır, gətirdim səni bura. Deyirəm, baba, nə yaxşıdır, öldürmədin məni.
o dünyalıq olardım. Hə, sən Soveti tanımırsan? Ah. Sovet baxır, nişan alır, sonra vurur. Mən tanımadığım adam vurmuram. Özdə bu Sovet, köhnənin Sovetidir, Sovetin vaxtları olub. Əstər Allah, ətimi tökmə. Tutardıqdan Sovetlə, dağıtdılar Soveti. Hə, sənənlə, dağıtdılar Soveti. Gəl bir oturaq dincələ, bir loğma çörək yiyə də. Üç qabağıma görün. Hə, öldüm day, qılçamın ağrısından. Səhər tezdən buradayam. Otur. Bir köpək oğlunun eyvanını vurmamışam. Az qaldı ki, səni vurub uzadacaqdım yerə. Ay Allah. Ay pirim. Deyirəm ki, doğrudan da, bak kişi kimi, Sovetin qardaşının vaxtlar olub. Bir 10-15 il bundan qabaq, qardaşının onunla tırp kimiydi. Afrikada, başına başıman da olsun. Filin nətər nişan alıb gözündən qoymadı mı? Parça-parça oldu fil. Pa! Nə pa? Nə danışsa? Sənin qardaşı, bax mən, pirim. Şimal dənizində ağayını öz əllərimlə boğub öldürmüşəm. Yaxşı tutar görək, ağayını əllərlə boğub öldürmüş. Şimal dənizində. Bu Şimal dənizindən söhbət düşmüşkən, o ölü dənizi tanıyırsan? Eşitmişsən o haqda? Niyə eşitməmişəm? Yaxşı tutar görək. Doğrudan eşitmişsən? Eşitmişəm. Bax o ölü dənizi mən şəxsən qardaşımla özüm boğub öldürmüşəm. Başına başıma and olsun. Arvad, vaxtım azdır. İşdən yarım saat icazə alıb gəlmişəm ki, abid edeyim. Yeməyi gətirirəm. Gör şoşuma nə hazırlamışam. Hayır, sənə 100 dəfə demişəm ki, şoşu yox. Üç madım var mənim. Keç otur. Tez elə. O kətdən göndərmişlər, nədir o? Bildim. Gətir onu bura. Gəl çox gözümə. Çək yeməyi. Tez elə. Yaxşı yerindən qoyub şoşuma. Yıx kartoşkaları. Toyağımdan qoyaz. Ay kişi, deyirəm dünyanın ən xoşbəxt cütlüyü bizik. Bizik. Səni mənə cütləşdirən ata batasına lənət. Bismillah. Hara vurursan? Marsıldadma. Gərək burnumun dişindən gətirsin də. Adam kimi yemirsən? Şimdi niyə vurursan? Marsızlatdın mən? Arvad, başvan da olsun, yadıma düşəndə əsəbləşirəm. Xotey oğlu xotey. Bura sənin üçün Şamaxı stadionudur. Az qalmışsın, bilə sana sənədir.
O nə də? Ver oma. Vermirəm. Bir göstər görüm nədir o? De, bax. Gəl sənə 100 manat verim, ver oma. Yox, vermirəm. İstəmirəm 100 manatı. Bir şərtim var. Nə şərt? Eşşək kimi 3 dəfə anqır, verim bunu sənə. Ay Allah! Hara vurursan? Vermirəm. 3 dəfə eşşək kimi anqır, verim bunu sənə. Yaxşı, anqırıram. Vermə. Yox, vermirəm. Sən eşşək ola, bildin ki bu qızıldır. Güya mən bilmədim.